Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Həyat yoldaşımın maddi imkanı yaxşı olsa da bizə pul xərcləmirdi. Deyir ki, xərcləsəm qudurarsınız. Bu sözləri aktrisa Cəmilə Tağızadə Müsavat TV-də yayımlanan Könüllü Danış layihəsinin qonağı olarkən deyib. Onunla atası ilə qardaşının ölümündən, boşanma səbəblərindən və aktrisalara olan münasibətindən danışıb. Cəmilə Tağızadə ilk dəfə atasının ona aktrisa olmağa icazə vermədiyini, yalnız o vəfat etdikdən sonra bu sahəyə gəldiyini, qardaşının ölümünün onda yaratdığı travmaları açıqlayıb.